Hər vaxtınız xeyir olsun. Türkiyənin paytaxtı Ankaradan sizi salamlayırıq. Bugünkü buraxılışımızda sizi Türkiyədə, Qafqazda və dünyada baş verən hadisələrlə tanış edəcəyik. 3 ildə iqtisadi böhranla mübarizə aparan Yunanistan xalqı yenidən seçkilərdə iştirak edir. Bülletenlərin 99,91% hesablandıqdan sonra seçkilərin nəticələri açıqlanıb. Ölkənin Avro bölgəsində qalmasını istəyən Yeni Demokratiya Partiyası səslərin təxminən 30%-ni qazandı. May seçkilərində 16 illik fasilədən sonra Yunanistan parlamentinə namizədlərini sürən Qərb Trakiya türkləri millət vəkillərindən 3-ü də yenidən uğur qazandı. Yunanistanda mayın 6-sında keçirilən növbədənkənar parlament seçkilərindən sonra 10 milyon seçici yenidən səs verməyə qatılıb. Parlamentdə 7 partiya daxildir. Yeni Demokratiya Partiyası səslərin 30%-ni toplayaraq parlamentdə 129 yerə sahib olub. Radikal sağçılar olan Siriza Partiyası 27% səs toplayaraq 71 yerə sahib olub. Sağ mərkəzçi PASOK Partiyası isə 12% səs toplayaraq 33 yerə sahib çıxıb. Qərb Trakiyalı türkləri mayın 6-sında keçirilən seçkilərdə yenidən müvəffəqiyyət qazanıblar və beləliklə Qərb Trakiya Yunanistan parlamentində 3 millət vəkili ilə təmsil olunacaq. Bunlar Ahmet Hacı Osman, Ayhan Karayusuf və Hüseyin Zeybəkdir. Tabii ki 4. defa milletvekili seçilmek benim için büyük bir gurur vesilesi. Benim için bundan sonra bana güven veren bölge insanlarımın, Rodop halkının sorunlarını çözümü için Atina'da çare aramak benim için en büyük görev. Beni bu göreve layık gören burada azınlık ve çoğunluk insanlarına teşekkür ediyorum. Öyle yorgunum ki. Fakat bu güzel bir yorgunluk. Bu yorgunluğun sonunda biz bu yarışı önde bitirdiğimiz için en azından azınlığımızdan benimle birlikte İskeçe'de 3 tane milletvekiliyle parlamentoda temsil edeceğim için ayrıca mutluyum. 6 Mayıs'taki başarıyı tekrar ettik. 3 milletvekilimizi tekrar meclise gönderiyoruz. 6 Mayıs'ta olan seçimlerde 3 milletvekili göndermiştik. Bugün de 3 milletvekili gönderiyoruz. Ondan dolayı da azınlık adına çok mutluyuz. Dünya lideri G20 samiti üçün Meksikanın Los Cabos şəhərində bir araya gəliblər. Samitdə Avropadakı borc böhranı və Suriya məsələsi müzakirə ediləcək. Mühüm tədbirdə iştirak etmək üçün Meksikaya gələn Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğan bugün Rusiyanın prezidenti Vladimir Putinlə görüşəcək. Sabah isə baş nazir Amerika Birləşmiş Ştatları prezidenti Barack Obama ilə bir araya gələcək. Hər iki görüşdə Suriya məsələsinin müzakirə olunacağı gözlənilir. Erdoğan Suriyadakı qətliamın miqyasını Putinə izah edib, problemin həlli üçün Moskvanın dəstəyini qazanmaq istəyəcək. Eyni zamanda Türkiyənin baş nazirinin G20 samitində çıxışı gözlənilir. Moskvada İranın nüvə problemi ilə bağlı danışıqların növbəti raundu başlayıb. İranla 5+1 Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya arasındakı danışıqlarda Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Catherine Ashton, İran Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və 6 ölkənin xarici siyasət idarələrinin təmsilçiləri iştirak ediblər. Amerika Birləşmiş Ştatları danışıqlarda dövlət katibinin siyasi məsələlər üzrə müavini Wendy Sherman, Rusiyanın Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov təmsil edir. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ciddi ideya və təkliflərin hazırlandığını və bunların Moskva görüşündə İranlılara təqdim olunacağını söyləyib. Buraxılışımız davam edir. Əziz tamaşaçılar, Türkiyənin Ankara və İzmir şəhərlərində Azərbaycan mədəniyyət günləri keçirilir. İki dost və qardaş ölkə arasındakı mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün konsert proqramların, müxtəlif sərgilərin və konferansların təklifi nəzərdə tutulur. Mədəniyyət günlərinin təntənəli açılış mərasimi isə bugün başlayacaq. Qeyd edək ki, Türkiyədə ilk dəfə keçiriləcək Azərbaycan mədəniyyət günlərində Azərbaycanın Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevin başçılıq etdiyi geniş nümayəndə heyəti iştirak edir. Hörmətli nazir, bugünkü buraxılışımızın qonağıdır. Xoş gəlmişsiniz Əbülfəz müəllim. Mümkündürsə Azərbaycan mədəniyyət günlərinin proqramı barədə daha ətraflı danışardınız. Təşəkkür edirəm. İlk öncə TRT vasitəsilə tamaşaçıların qarşısında Azərbaycan mədəniyyət günlərini danışmağa imkanı yaratdıqlarına görə təşəkkürümü bildirmək istəyərdim və həqiqətən bu mədəniyyət günlərinin keçirilməsinin olduqca önəmli olduğunu qeyd etmək istəyərdim. Biz artıq 20 il müddətində müstəqil ölkə olmağına baxmayaraq və hər il yüzlərlə Azərbaycan sənətçilərin Türkiyədə çıxış etmələrinin, müxtəlif tədbirlərinin iştirakına baxmayaraq və Türk sənət adamlarının Azərbaycanın demək olar ki, bütün tədbirlərində qatılmağına baxmayaraq ilk dəfədir ki, mədəniyyət günləri cəmləmiş formatda artıq həyata keçirilir.
bugün Ankarada və İzmirdə nəzərdə tutduğumuz bu tədbirlər bir neçə proqramlardan ibarət olacaq və o proqramların kifayət qədər çeşidliyi bizi sevindirməyə bilməz. Bugün sərgidə həm Azərbaycan rəssamların əsərləri, həm bilirsiniz ki, UNESCO-nun qeyri-maddi irs siyahısına daxil olmuş Azərbaycan xalçaçılıq məktəbinin nümunələri nümayiş olunacaq və bu günləri artıq saat 8-də teatroda Azərbaycan sənətçilərin xüsusi bir konsert proqramı hazırlanıb. Konsertin proqramı iki hissədən ibarətdir. Birinci hissədə Azərbaycan klassik musiqisinin nümunələri Qara Qarayev adına Dövlət Kamera Orkestrinin ifasında Teymur Göçəyevin rəhbərliyi altında nümayiş olunacaq. İkinci hissədə isə Azərbaycan Dövlət Rəqs ansamblının Afaq Məlikovun rəhbərinin altında Azərbaycan rəqslərini nümayiş edəcəkdir. Biz eyni zamanda bu mədəniyyət günlərinin çərçivəsində bir neçə teatr tamaşaların nümayişini təşkil etmək istəyirdik. İş orasındadır ki, bilirsiniz ki, Türkiyədə geniş qeyd olunan Azərbaycan yazarların, ədiblərin yubileyləri təşkil olunmuşdur və bir neçə ay bundan öncə Türkiyədə Mirzə Fətəli Axundovun 200 illiyinə həsr olunmuş silsilə tədbirlərin başlanması qeyd olundu və bu deməli bu nəzər nöqtəsindən buna yaxınlaşaraq biz düşündük ki, yerinə düşər ki, əgər bu mədəniyyət günləri çərçivəsində milli teatrımızın Mirzə Fətəli Axundovun əsərləri üzərində qurulmuş bizim tamaşaların, yəni burada nümayişini təşkil eləyək və onlar 2 ay müddətində müxtəlif teatrlarda nümayiş olunacaqdır. Bu il Azərbaycan xalqı və bütün dünya ictimaiyyəti dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyini qeyd və sabahları Türksoyda təşkil olunacaq xüsusi bir elmi konferansda Nizaminin türk mədəniyyətinə göstərdiyi, dünya mədəniyyətinə, dünya ədəbiyyətinə göstərdiyi təsirin, onun qoyduğu izin haqqında geniş fikir mübadiləsi aparacaq. Qeyd etmək istəyərdim ki, nümayəndə heyətinin tərkibində Azərbaycan Milli Məclisin Mədəniyyət Komissiyanın sədri, Atatürk Mərkəzinin müdürü, professor Nizami müəllim iştirak eləyəcək və ondan sonra Nizami Cəfərov iştirak eləyəcək və bizim nümayəndə heyətinin tərkibində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, tanınmış musiqiçi, bəstəkar Frəngiz xanım Əlizadə də iştirak edəcək və bu görüşlərdə, bu tamaşalarda, bu konsertlərdə sözsüz ki, onların da olması çox böyük önəm kəsb edir. Mən deməliyəm ki, Türkiyənin tərəfi çox yüksək təşkilatçılıq səviyyəsində bu mədəniyyət günlərinin keçirilməsində şərait yaratdı. Mən buna görə xüsusi minnətdarlığımı bildirmək istəyərdim. Ümumiyyətlə, bilirsiniz ki, Türkiyənin Ulu Öndər Heydər Əliyevin sözlərini burada yerinə düşər ki, iki dövlət bir millətik, amma bu doğrudan da bu mədəniyyətlərin mübadiləsi olduqca vacibdir. Bu bir millət olmağımızı nümayiş etdirmək lazımdır, sübut etmək lazımdır və düşünürəm həm Ankarada, həm İzmirdə bu keçiriləcək tədbirlərin əks-sadəsi çox müsbət olacaqdır. Eyni zamanda onu da qeyd etməyə dəyər ki, ayın 26-sında bu tədbirlərin məntiqi davamı olaraq Aspendus teatrısında Polad Bülbüloğlu'nun xüsusi bir baleti təqdim olunacaq. Düşünürəm ki, o da Azərbaycan mədəniyyətinin bir payıdır və çox saylı tamaşaçılara çox yeni bir formatda Azərbaycan musiqisinin gözəlliyini təqdim edəcək. Əbülfəz müəllim, həqiqətən də proqramınız çox maraqlıdır və sözsüz ki, Azərbaycan mədəniyyəti də çox zəngindir. Bir sualım var. Görəsən, ölkəmiz Türkiyə sakinlərini bu dəfə nə ilə təəccübləndirəcək? Hansısa sürprizlər olacaq ya yox? Sözsüz. Yəqin ki, rəqs proqramlarında Türkiyənin sadələri də səslənəcək və o xalqların yaxınlığını nümayiş ediləcək. Düşünürəm ki, xüsusilə hazırlanmış Sarı Gəlin mahnısının ifası Türkiyə və Azərbaycan xalqlarının dostluğuna bir yönəlmiş bir projedir və
Ən əsas odur ki, ilk dəfə olaraq Mirzə Fətəlin Axundovun əsərlərin üzərində qurulmuş bizim tamaşalar artıq Türkiyənin müxtəlif teatrlarında səslənəcək, göstəriləcək. İş orasındadır ki, adətən biz ya Ankaraya, ya da ki, hansısa festivalın keçirdiyi yerlərdə iştirak edirik, qatılırıq. Amma bu dəfə artıq bir neçə şəhərdə bu teatr tamaşalarının nümayişi bizi olduqca sevindirir. Əbülfəz müəllim, gərgin iş qrafikinizdə bizə vaxt ayırdığınız üçün çox təşəkkür edirəm və bir daha xatırladaq ki, bugünkü qonağımız Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev idi. Bir də çox sağ olun. Siz də sağ olun. Buraxılışımız davam edir. Diving həvəskarları daha çox Türkiyənin Ege dənizindəki Kekova körfəzinə üstünlük verirlər. Bölgədəki sualtı, təbiətin zənginliyi və tarixi qalıqlar hamını heyran edir. Antalyanın Demri bölgəsindəki Kekova körfəzinin sahilləri öz gözəlliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Kekovanın suyun altında sanki bir cənnət var. Bölgədə 31 diving üçün yer mövcuddur. Diving turu Demrinin Çayağızı limanında başlayır. Peşəkar məşqçilər həvəskar divingçiləri məlumatlandırır və tur başlayır. Kekovanın suyun altında tam başqa bir dünya var. Tərtəmiz suda ayrı-ayrı bitki və sualtı canlıları aydın görmək mümkündür. Kekovanın suyun altında xeyli tarixi qalıqlar da tapmaq olar. Su altında amfora ilə rast gələ bilərsiniz. Batan İberiyanın Koz gəminin bəzi həvəskarların marağına səbəb olur. Diving həvəskarları Kekovanın diving turizm baxımından daha yaxşı tanıdılmasının lazım olduğunu düşünür. Kekova körfəzi yeni diving yerləri kəşf etmək istəyən həvəskarları səbirsizliklə gözləyir. Hörmətli tamaşaçılar, Avazın xəbər buraxılışını izlədiniz. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti proqramımızda görüşmək ümidi ilə hələlik.